Paytaxtın Yasamal rayonu Mirzə Ağayev küçəsində yolun kənarında axşam saatlarında qadın meyidi aşkarlanıb. Şahidlərin dediyinə görə 50-60 yaşlarında olan həmin qadın yol hərəkəti olarkən qəfil yerə yıxılıb və sonra dünyasını dəyişib. 6-ya qalmışdı. Divardan tuta gəlirdi. Mən fikirləşdim, bəlkə içkilidir də, ola bilər. 56 yaşı var, amma biraz yaşlı görünürdü. Mənə belə gəldi. Vəsiqəsində 69 təvəllüddür dedilər. Yıxıldı, güc-bəlanla qaldırdılar, apardı, qoydular ora. Qulamgil kömək edir. Mənim gücüm çatmadı. Başqa bir oğlan gəldi, kömək eləsin. Dedim, adres deyə, heç olmasa skoru çağırım, içmisən. Əli ilə bir əlini göstərdi. Mən də qaçdım, orada adam var da, ona çağırdım ki, bəs kömək eləyin, qaldırıq, otuzduraq da, heç olmasa. Gəldi və salam qoyduq ora, mən tələsirdim, skoru çağırdılar, sağ olsunlar. Çıxdım, getdim, qaydanda gördüm ki, keçinib də. Mən fikirləşdim, təcili yardım gələr, heç olmasa ilkin tibbi yardım göstərər.